insan hakları bayramı kimi kabul eləməlidir. Birinci insan hakları bayramı, yani insan yerine heyvan qurban gedir. 2030 il ilk respublikalar yaranır və orada artıq hakimiyyət seçilir, xalq tərəfindəndir, pis, yaxşı, nəsə, amma müstəbidlər, diktatorlar yoxdur. 800 il bundan əvvəl dövlətin və cəmiyyətin insan üzərində hakimiyyəti məhdudlaşdıran ilk qanunlar meydana çıxır. Bu Magna Cartadır. İngiltərənin Magna Cartası, hansı ki İngiltərə zadəganları öz kralına imzalatdırır. Yeri gəlmişkən deyim ki, bu zaman belə sənədlər Avropada və Asiyada çox idi. Çingiz xanın da belə bir Magna Cartası var idi. O birisilərində əfsuslar olsun ki, onlar öz bu konstitusiyalarını qoruya bilmədilər. Amma İngilislər qorudular. İndiyə qədər Magna Carta onların konstitusiyasındadır. 350 il əvvəl parlamentlər krallara qalib gəlməyə başlayır. 200 il əvvəl Avropada insan hüquqları dövlətdən müdafiə edən qanunvericilik yayılır. Konkret nədir bu? ABŞ konstitusiyasıdır. Fransa insan haqları bəyannaməsi. 150 il əvvəl, cəmi 150 il əvvəl köləliyin ləğvi uğrunda mübarizə başlayır. O mübarizə başlayır Avropada, Amerikada yox. Avropada ilk növbədə Danimarkada, ondan sonra İngiltərədə, sonra başqa Avropa ölkələrində və axırda Amerikada. Yalnız 80 il əvvəl qadınlar səs hüququ qazanırlar. 50 il əvvəl fövqəl dövlətlər insan haqlarının ölkənin daxili işi olmadığı barədə razılığa gəlir. Nədir bu? BMD-nin insan hüquqları yox, bəyannaməsi deyilər Azərbaycanca. Можно konvensiya сказать тоже. 30 il əvvəl vətəndaş hüquqları uğrunda kütləvi hərəkat inkişaf etmiş demokratik ölkələri sarsıdır. Bunlar gənclər hərəkatıdır, hippilər, azadlıq, şəxsi azadlıq uğrunda hərəkat. Hansın ki, siz bəhrələrin istifadə edirsiniz, sərbəstsiz, necə istəyirsiniz gəzirsiniz, necə istəyirsiniz geyinirsiniz. Qabaq isə belə deyildi, bilin. Mən məsəl üçün cavan olanda əməlli başlı küçə davaları gedirdi. Azad adamlarla konservativ adamlar arasında. Tak. Mən azad. 10 il əvvəl, cəmi 10 il əvvəl kommunist bloku dağılır. 5 il bundan əvvəl antiglobalist hərəkatı başlayır. O, uğurlu ölkələrdən olan insanlar kasıb ölkələrin əhalisinin iqtisadi hüquqları uğrunda mübarizəyə başlayır. Mən bilmirəm, mən sizi demək, inandıra bildim ya yox, amma hər halda bu cədvəldən görünür ki, vəziyyət biraz heç olmasa yaxşılaşır, insanlar insanları yemir və daha doğrusu haradasa yeyir yüzde Afrikada, amma kütləvi şəkildə əlbəttə ki, bu yox. Da, bizdə var, yiyirlər. No, ne знаю, az yiyirlər, nə belə deyək, azalıb. Moralno тоже absürdür. Hər halda dediyim odur ki, dünya yaxşılığa gedir. Nədən o yaxşılığa gedir bu barədə institutlar, akademiyalar, kitablar yazır. Onun demək, konkret, aydın cavabını mən heç yerdə görmədim. Amma bunu qəbul eləməyə lazımdır ki, dəyişikliklər gedir, Dubinqallar və Maskallar ləyaqətli insanlara uduzur. Müstəbidlər, krallar, kahinlər, insanı qurban verənlər, insanı kölə eləyənlər yavaş-yavaş küncə sıxışdırılır. Biz gördüyümüz buradakı mənzərə ki, bu ildən ilə pisləşir, bu lokal tarixi bir balaca bir məsələdir. Ümumən dünyada, baxın, burada məşhur politolog Samuel Huntington
dünya demokratiyasının inkişafını 3 mərhələyə bölüb, 3 dalğaya. Demək, o yazır ki, 19-cu əsrin sonlarında dünyada cəmisi 12 demokratik dövlət var idi. 20-ci ilə 29 oldu. 22-ci ildə bu dalğa zəiflədi və başladı geriyə addımlamağa. Hitler, Mussolini Avropanın ortasında küllü miqdarda diktatorlar yarandı. Bolqariyada, Rumuniyada, həmən o Pribaltika var. Orada əməlli başlı Polşa, əməlli başlı diktator rejimləri var idi. Dünya müharibəsindən sonra bunlar demək gəldi, oldu 36 demokratik ölkə. Son 3-cü dalğa, hansın ki bu Berlin səddinin qırılması, SSR-in dağılması, o cümlədən Azərbaycanın müstəqilliyin bərpası, bunlar 70-ci illərin ortalarında başlayıb, Latin Amerikasında, Afrikada, sonra gəlibdir bura, bu tərəfə Avropaya və o 3-cü dalğa bizə müstəqillik gətirdi. Artıq demokratik ölkələr təxminən 70-ə qədər idi o var. Sonra biraz da artdı, gəlir təxminən 100-ə, amma yenə həmən o dalğanın geri dönməsini biz görürük. Bəzi ölkələrdə demokratiya imitasiya xarakteri daşıyır, o cümlədən bizim ölkəmizdə tarixi proseslərdir, bax belə böyük proseslərdir. Amma hər halda göstərilir ki, demək, diktaturadan demokratiyaya yol var, gediləsi uzun bir yoldur o. Məyus olmaq lazım deyil, işləmək lazımdır, fəal olmaq lazımdır. Mən burada belə bir şey deyirəm ki, ümumiyyətlə ictimai həyatda iştirak eləmək üçün bizim milli mədəniyyətimiz və mentalitetimiz hələ uğurlu üsullar və formalar tapmayıb. Əfsuslar olsun ki. Avtoritar məkanda davranmağın qaydalarını biz bilirik təxminən. Ailədə biz bilirik, ağsaqqal gəlirsən, susmalısan və s. Amma demokratik məkanda tutalım nəsə müzakirə olunur, kimisə dəstəkləmək lazımdır, kimisə sualla küncə sıxmaq lazımdır. O barədə hələ ki bizdə üsullar işlənilməyib, əfsuslar olsun ki. Və bu barədə mən demək hamınızı çağırıram ki, siz ədəbiyyatdan və ya həyatdan belə üsulları axtarasınız, tapasınız, özünüzə qeyd eləyəsiniz. Amerika kinolarından, ciddi kinolardan söhbət gedir əlbəttə ki. Məsəl üçün, bizdə belə söz var. Ya hər şey, ya heç də. Flankəsin biraz nəsə, hansısa yeri biraz çürükdür. Bunu aparın, tullayın, biz bununla birgə bir iş görə bilmərik və s. Amma qərbdə başqa cürdür. İdeya belədir. Batonun yarısı heç nədən yaxşıdır. Heç olmasa yarısını yiyək, sonra baxarıq. Bu əlbəttə ki, hələ ki əfsuslar olsun ki, Azərbaycanda yoxdur. Flankəs arvadım döyür, mən onun dalınca getmərəm. Burada o söz keçir, amma qərbdə keçmir. Döyür də nə olsun? Nə olsun deyəndə ki, bu pisdir. Amma başqası yoxdur. İşi qurmaq lazımdır.